Ey Azərbaycan jurnalistləri. Ey Azərbaycanda adını jurnalist qoyanlar, aparıcılar. Başta tolik olmaqdan hamınızın ananızın bacınızın ağzına verim. Hamınızın ananızı bacınızı it siksin. Hamınızın ananızı bacınızı elə Xaçaturyan əmizdirsin. Xaçaturyanın daşşaqları ananızın bacınızın ağzına olsun. Niye səsiniz çıxmır ha? Ha? Ay qəhrəmanlıqdan, kişilikdən danışanlar. Bax budur bax. Ha, Tolik, niye səsin çıxmır ay Tolik? Ay sənin ananın bacının ağzına. Ay sənin ananın bacının ağzına elə o çıxan Xaçaturyan versin. Niye səsin çıxmır ha? Niye demirsən ki ay hökumət? Ay hökumət. Budur bax, bununla bax prezident aparatının məktublar şöbəsinin rəisi var ya, baba Süleyman bu var ya, baba bu oğraşdan cinsel agent girən oğraşdı bax. Ala. Bax bununla bax nədir bu oğraşın adı nədir? Uf, Sahib Ələkbərov. Cinsel agent girirlər. Bax bu oğraşlar bax, bununla bu cinsel agent girir bax. Bax. Deyilən vətənlər. Sabah gəl görün nə qərar verilir bax. Yukarıdan qərar qəbul edilib, onu sizə çatdırıram. Sabahtan müxtəlif kampanyalar başladılacaq. Xalqdan sadəcə istənilən budur ki, həmin kampanyalara efiri dəstəkləməklə, paylaşımları bəyənməklə dəstək verin. Sabahtan kampanyalar başladılacaq. Hərəkat başladılacaq. Media üzərindən. Xahiş olunur ki, hər biriniz onları paylaşmaqdan dəstək verəsiniz. Kampanyalardan birincisi belə olacaq. Şəhid ailələri evladlarının qanını batırdı. Şəhid ailələri evladlarının qanını batırdı. Qırmızı pişik kimi yiyirlər bax qanını. Pişik kimi yiyirlər ha. Deyələməz, Sahib Ələkbərovdur. Anar Ələkbərovun atası. Bakın, Anar Ələkbərovun atasıdır bax, Sahib Ələkbərov. Kimdir? Leylanı qayran Anar Ələkbərovun atasıdır. Leylanı əmizdirən, Leylanın zapas təkəri. Bax bunun atasıdır bax, bu Petuğun bax. Qəhbə var ya, bu qəhbə, cındır var ya, cırıq. Bax bunu tanıyırsınız da bu cırığı. Anası ağzından hamilə qalan tanıyırsınız da. Bax bunu. Bax bu atası da, atası kimdir bilirsiniz de? Sahib. Atası sahib, bax bu Petuq bax. Bax bu qəhbə, bax bu qəhbə. Atası da bu da, bax bu qəhbə də, bax bu qəhbə. Bax bu. Bax bu, deyələmədim, ata bala Toliki qayırır. Baxın ha, ata bala bunlar ikisi də Toliki qayırır. Anarın atası Petuq İqtisadiyyat Nazirinin mavinidir. İqtisadiyyat Nazirinin mavinidir. Ata bala Toliki qayırırlar. Bax bunu qayırırlar, bax Toliki. Ata bala, bax bunu. Hani vətən şüvənlər, vətən sevənlər. Ay hamınız TikTok'ta özünüzü lezvalayırdınız ha? Səsini çıxartmayan anasının bağışçının dilinin üstüne tökək. Bax, etiraz eləməyənin, şəhid anası, qazi anası, nə bilim avtobus müxalifəti, avtobus jurnalisti, etiraz eləməyənin, səsini çıxartmayanın, harada xeyirdə, şərdə, nə mediada, neyi bacarırsa orada etiraz eləməyənin, elə arvadının qızının ağzına elə Xaçaturyanın daşşaqları olsun. Vəssalam. Ay, görün, mənə maraqlıdır ya. 2 saata kadar yayımdayam. Bir şəhid anası narahat olur efirə qoşulmur ha kişi. Niye qoşulmur bilirsinizmi? Deyirlər səsini kəs, qampuludur mu? Ev növbəsindən çıxardarıq. Verdiğimiz evi əlindən alarıq. Maşın uçretindən çıxardarıq. Verdiğimiz maşını əlinizdən alarıq. Şəhidlik pulunu kəsərik. Bax, balasının qanını satmaq budur bax. Bugün Xaçaturyan kimi xalqımın namusunu əzən Xaçaturyanın buraxılmasına mən ən çox istəyərdim şəhid anaları qoşulsun efirə. Hardasınız ay şəhid anaları? Hardasınız ay birinci qrup qazilər, ikinci qrup qazilər, onların anaları? Hardasınız? Siz bu qədər mi pula susamısınız? Bu qədər mi balanızın qanını satırsınız? Yazıqlar olsun sizə. Yazıqlar olsun sizə. Ona görə mən deyirəm, bu şəhidlər İlham Əliyevin şəhididir. Ala, öldürtdürdün mü? Qarabağ mənimdir mi? Viza ilə buraxdırıram mı? Hələ sənin də qanını pulunla satın aldı mı? Siktir ona git, siktir ona git. Səsimi çıxardarsan götümü qaylaram, verdiğimi əlindən alaram. Balanın qanını satın aldım. İlham Əliyev deyir. Ona görə də Qarabağı özəl bağçası kimi istifadə edir. Ona görə Qarabağı bağçası kimi istifadə edir. Haradadır şəhid analar? Niyə biri zəng eləmədi? Niyə qazilər zəng eləmədi? Mən deyəndə ki, bu şəhid analarının ən başında duran şəhidlər kimdir? Raquf, Polat Həşimov, Mübariz İbrahimov, elə Pəncəli və s. Bunların bir dənə ən zəif siyasi məhbusun vətənsevərliyi bunlardan üstündür. En zayıf siyasi məhbusun vətənsevərliyi Mübariz İbrahimovdan da üstündür vətənsevərliyindən. Onlar sağ qalsaydı İlhama üsyan eləyərdilərmi? Eləyə bilərdilərmi? Mənim yerimən olsalar nə eləyərdilər? Milyonu götürüb indi Amerikadan belə həyatını yaşayardılar. Ay qardaş, ay anam bacım. Erməniyə qarşı savaşmaq hər kişinin işidir. Hamının işidir. Tolikin yanındakı Petuq da qazidir. Ama
Əliyevlərə qarşı savaşmaq, zalimlərə qarşı savaşmaq, demokratiya, İmam Hüseyin yolu getmək ər kişinin işidir, nər kişinin işidir. Bu yol hər adamın yoludur. Odur bax, şəhid analar necəsiniz? Ay şəhid anaları, bax, bax, Xocalıda bütün xalqımızın namusunu zorlayan, zorlattıran, xaçaturyan İlham Əliyev tərəfindən gizli azad olundu. Paşinyan paylaşmasaydı xəbərimiz olmayacaqdı bəlkə. Ay şəhid anaları, 2 saat efirdə oldum, səsinizi çıxartmadınız ha. Balalarınızın qampulunu giyirsiniz ha. Burnunuzdan gəlsin. Ay qazilər, qazi anaları, qanınız tökülüb ha, qanınız tökülüb İlham Əliyevin maraqları üçün. Xalqın marağına perevod olmayıbdı. İlhamın marağı üçün. O qampulumuzu giyirsiniz ha, başınızı sokmusunuz herkes bir yer. Haramınız olsun. Burnunuzdan gəlsin ki siz bu gün etiraz eləmirsiniz. İtiraz eləyənlərə ait deyil. İtiraz eləməyənlər burnunuzdan gəlsin. Gör bir dənə şəhid anası qoşuldu mu? Ha? O günləri mən bax burada deyəcəm sizə. Bunu da deyim bitirim. Səhərə yaxın İranı bombalamalıdılar, onu da deyim. İndi mən xəbər gəldi. Səhərə yaxın İranı bombalamalıdılar. Nə deyəsiydim? Baş tip yadımdan çıxdı. Deyələmən, nəsə deyəsiydim yadımdan çıxdı. İnan Allaha beynim torumuzdandır. İnan Allaha dəli kimiyəm. İnan Allaha deyir. Bu qədər mi? Biz onurumuzu, qürurumuzu, şərəfimizi itirdik. Bu qədər mi? Hə, o şəhid anaları TikTok səhifəsi var. Şəhid anaları. Orada bir ana oturur. O mənim mesajlarımı görübdür. Sadəcə mən subut eləyənməyəcəm. Ona görə söymürəm onu. Şəhid anaları qrupu var. Orada Ləmanı qoşublar. Ləman biraz populyardı axı. Biraz baxış sayı çoxalsın. Güldən jitondan atan olsun. Əli sağ olsun. Əli o qeyrətli bir oğlan var. Əli Amerikada. Əli çıxdı orada nələr dedi sağ olsun. Amma Ləman orada söydü elədi. Əlini də söydü. Baxın ha, mən orada 50 dəfə yazdım. 50 dəfə yazdım mən ora. Xəmir yumruq mənəm dedim. Məni qoş ginəm. 50 dəfə istək atdım. Hətta belə başını belədi. Qabil Türkoğlu da yazdım. Belə baxanda gördü Qabil Türkoğlu. Belə başını belədi orada. Adımını de, nə bilim nə idi. Belə güldü ki, Qabil də buradadır. Qabil də qoşulmaq istəyir. Yarım saat 40 dəqiqə baxdım. Orada heç nə. Əliyə təşəkkür eləmək istəyirdim. Bir də bir-iki kəlmə söz demək istəyirdim. Məni o şəhid anası qoşmadı. Şəhid analar da artıq TikTokda dilənirlər. Ha ki, elə bir reis, icra başçısı yoxdur şəhid anasıyla tükürdəşməsin. General var, mən dedim müdafiə nazirə çıxartdılar. Yevlaxlı mayor şəhidin arvadıyla yaşayır. Mən deyəndə inanmırdınız İsmail'də. Yazıq o İsmail'dən bir şey var. Neydi o? İsmail'dən bir adam var o. Şərəfli bir insandı. Cəbhəçi zad oldu. Neydi adı yadımdan? İsmail. Adı İsmail'di. Ay, o da dedi, mən də dedim. Ay millət, İsmail'də icra başçısının mavini, bələdiyyə sədri. Neydi onun adı? Süleyman. O Əcid deyirlər. Əcid. Kamran. Süleymanovdu. Neydi o Oğraş. Əcid yox. Kürt. Mesqəti Kürtü. Kamran. Əlişir Süleymanov. İndi yadıma düşdü. Əlişir Süleymanov. Dedim, 20 dənə şəhid anasını qayırıbdı. Şəhidin xanını qayırıb. Mənə inanmırdılar. Devlet Təhlükəsizlik Xidməti. Axırda icra başçısının arvadını da qayranda bilibdi icra başçısı. Yuxarıya deyib ki, bu adam arala məndən. Məlum olur ki, 20 nəfər şəhidin xanımından, anasından, qızından cinsi əlaqə giribdi. Yaraşıqlı uca boy adam idi Əlişir Süleymanov. Tanıyanlar tanıyır o. Obşivayska boyda oxuyub. Canlarım, ciyərlərim. Baxın, bugünkü gündə şəhid anaları biriniz qoşulmadınız ha. Bir dənə şəhid anası qoşulmadı ha efirə. Yadınızda saxlayın ha. Siz şəhid anası değilsiniz. Siz İlham Əliyevin maraqlarının qurbanına çevirdiyiniz balalarınızın anasısınız. Qanını İlham Əliyev uğrunda satdığınız balaların anasısınız. Əlbəttə, indi bizim efiri izləməyən şəhid anası var. İzləsəydi qulaq asardı, nömrəmizi bilsəydi çıxardı. Belələrinə aid deyil. Yəqin bunlar sabah zəng eləyər, bürsün zəng eləyər. Mənim nömrəmi hər zaman bilir, indi də paylaşır. Hamı götürsün buradan, screen eləyib nömrəni. Xahiş edirəm. Qardaşlar, bacılar, canlarım, ciyərlərim. Oğlumla ölümün, ölümlə olumun arasındayıq. Cənnətdən cəhənnəmin arasındayıq. Var olumla yox olumun arasındayıq. Namusdan namussuzluğun arasındayıq. Şərlə, şər qüvvələrlə, necə deyərlər, İmam Hüseyin haqq sevənlərlə nahaq sevənlərin arasındayıq. Bəzilərimiz yolumuzu seçməliyik artıq.